Hər vaxtınız xeyir olsun. Satışa yeni bir şəxsi tikili həyət evi çıxıb. Zəhmət olmasa videoya sonadək baxın. Ev haqqında bütün məlumatlar video daxilində qeyd olunub. Kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın. Ev 8 sot torpaq sahəsində inşa olunub, 2 mərtəbə 8 otaqdan ibarətdir. Sənədi kubzadır. Evin və torpağın qeyd etdiyim kimi şəxs özünə tikilmiş evdir. Yerləşmə yeri Zabrat bir qəsəbəsidir. Yol polis idarəsinə və mərkəzi yola çox yaxın məsafədədir. Evin bir tək fasad rənginə ehtiyac var. Bu da evin arxa hissəsi. Arxa hissəsi də bağ sahəsidir. Həyətə də bir neçə maşın rahatlıqla daxil olur. Qeyd etdiyim kimi yol polis idarəsinə çox yaxın məsafədə. İstilik sistemi də kombidir. Ətrafı da yaşayışdır. 2 eyvanı var. Və arxa hissədə də kombi yeri də var. Həyət üçün sanitar qovşaqda inşa olunub. Bura giriş hissəsi. Dəhliz. Sol tərəfdə böyük qonaq otağı və qonaq otağından da digər otaqlara paylanılır. Solda bir yataq otağı. Evin İki yerdən monolit betonu var. İkinci yataq otağı. Qeyd etdiyim kimi ümumi 8 otaqdan ibarətdir. Və üçüncü otaq. Və sol tərəfdə mətbəx var. Mətbəxi sonunda çəkiliş edəcəm. Və sol tərəfdə də hamam və sanitar qovşaq ikisi birlikdə. Və bu da ikinci mərtəbənin giriş hissəsi. Buradan da eyvana çıxışı var. Qeyd etdiyim kimi 2 eyvanı var. 8 sotda ümumi 8 otaqdır. İkinci mərtəbənin qonaq otağı. Solda bir otaq. İkinci yataq otağı. Üçüncü otaq. Və dördüncü otaq. Və hal-hazırda da bura mətbəx kimi istifadə olunur. Evin qiyməti 330 min manat. Yerləşmə yeri Zabrat qəsəbəsidir. Yol polis idarəsinə çox yaxın məsafədədir. Sənədlər də qaydasındadır. Həm evin, həm torpağın. 8 sotda 8 otaqdır. 2 mərtəbədir. Əlavə suallarınız üstündən nömrə ilə əlaqə saxlaya bilərsiniz. Bu və ya digər elanlar üçün kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın.